Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəri qəsəbəsindəyik. 91, 92 və 170 nömrəli marşrut xətlərindən cəmi 150 metr məsafədə 3-4 dəqiqəlik piyada məsafədə əziz dostlar. Ətrafda dükan bazar da var. Qarşıda görürsünüz. Belə bir gözəl 3 otaqlı evimizi inşallah sizə təqdim edəcəyik. Deməli, evimiz 9 daş kürsüdən başlayır. Cüt daşlar inşallah üstü paketli. Bax, gördüyünüz bu evdən gedir söhbət əziz dostlar. Küçəmiz də görürsünüz qəşəng. Dalan küçədir, səliqəli bir küçədir. Küçə tam beton örtü ilə örtülür əziz dostlar. Yəni küçədə palçıq yoxdur. Quruntalı ərazi deyil. Deməli əziz dostlar, evimizin həyətinə bir maşınlıq həyəti var əslində. Sadəcə olaraq qarşı tərəfdə kiçik qapı qoyulduğuna görə maşın daxil ola bilmir. Küçədə zaten saxlamağa yer var əziz dostlar. Deməli, podvalımız hündürdə aşağıda bir köməkçi otağımız var. Yuxarıda isə 3 yataq otağı var əziz dostlar. Mətbəx və hamam sanitar qovşağı və bir də qeyd edeyim, həyət üstündə ayrı sanitar qovşağı mövcuddur. Ev içində var əlavə. Yenə də təkrar edirəm. Sayğaclar, kommunallar hamısı yerindədir. Evimizdə yaşayış var. Tam səliqəli evdir və satış zamanı inşallah bəzi əşyalar saxlanılacaq əziz dostlar. Qiymətə daxildir. Qardaşım, sən bir dənə aşağını təqdim et, çıx yuxarını göstər. Əziz dostlar, gördüyünüz kimi bura evin alt hissəsidir. Yəni köməkçi otaqdır, rahat şəkildə gəzmək mümkündür. Çox gözəl və səliqəli bir evdir. Keçək yuxarı mərtəbə. Evi sürətlə çək görsək, gəl qiyməti sonda deyim. Pilləkəndən yuxarı çıxanda qapının arxa tərəfində çörək üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Qeyd edim ki, sanitar qovşağının üstündə su çəni var. Burada düzdür su daimi, yəni pasayanlı gəlir. Qapıdan içəri daxil oluruq. Gördüyünüz kimi belə bir balaca kolu var. Yer isti kolda əziz dostlar. Solda hamam saloz evdir. Evimiz tam təmirli bir evdir. Gördüyünüz kimi. Daxil oluruq qonaq otağına. Çox gözəl və səliqəli bir evdir. Əziz dostlar, qeyd edim ki, evimizin istilik sistemi kombidir. Evin hər tərəfindən təhlükəsizlik kameraları nəzarət edir. Məhlək küçədə də polisin nəzarət kamerası var, gördüyünüz kimi. Bura mətbəxi sonunda göstərəcəm. Şurada belə bir yataq otağıdır. Geniş və səliqəlidir. Burada növbəti bir yataq otağıdır. Diqqətlə baxırsınız. Keçək sizə mətbəxi göstərim. Bura isə evin mətbəx hissəsi əziz dostlar. Gördüyünüz əşyaların qiymətə daxil inşallah qiymətini deyiləcək. Əşyaların demək olar ki, çox hissəsi qalacaq. İnşallah keçək qiyməti sizə deyil. Deməli əziz dostlar, sonunda yenə də təkrar edirəm. Evimizin yaxın məsafəsindən keçir 91, 92 və 170 nömrəli marşrut xətləri. Cəmi 3-4 dəqiqəlik piyada məsafədə əziz dostlar, qapıya kimi asfaltdır. Görürsünüz, həyətdə gözəl bir, yağışlı bir nabesimiz də yığılıb. Yəni həyətə yağış düşmür. Sağlam bir evdir bir sözlə. Sağlam bir evdir. Ərazi də sağlam ərazidir. Yaxında da dükan bazarda var. Qiymət də təyin olunub 85.000 manat. İnşallah ki, real müştərilərə endirim olunacaq. Allah xeyir versin. Alana, satana və əziyyət keçən bizlərə də. Əziz dostlar, sizin də satışdan başınız varsa bizimlə əlaqə saxlayın, gələk təşəkkür paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.